təmiz qırxmaq olarmı? Bığı təmiz qırxmaq, bığların miqdarı təmiz qırxmaq yoxsa qarışımı? Bığ, qardaşlar, insanın bığı, müsəlmanın bığı şəriətdə ona hədd qoyulub. O da alt hissəsinə hədd qoyulub, sadəcə dodağın üst hissəsinə hədd qoyulub. Yəni, bığı insanın ağzına girməməsi və yaxud da dodağını örtməməsi. Şəriətdə gələn budur. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, qassus şəvarib, cəzzus şəvarib. Hər ikisi də qısaldın və gödəldin. Heç bir hədisdə gəlməyib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm desin ki, saqqalınızı, bığlarınızı qırxın. Heç bir hədisdə gəlməyib. Hamısında qısaltmaq gəlir. Ona görə sünnədə də gələn nədir? Qısaltmaq. Lezva ilə bığı qırxmaq sünnə deyil. Sünnəyə bəlkə də, Allahu aləm, bəlkə də müxalifdir. Çünki İmam Malik rahiməhullah bığı lezva ilə götürməyin haram olduğunu deyir. İmam Malik rahiməhullah. Ona görə baxmayaraq ki, başqa alimlər icazə verir. Məsələ ixtilaflıdır. Amma ən doğru olanı, sünnə olanı nədir? Lezvalamadan bığı qısaltmaq. Lezvalamadan, lezva çəkmədən, dibindən qazımadan, hətta dekir ləfz deyirəm ha, bığları qısaltmaqdır. Allahu aləm. İxlasla.com saytı tərəfindən təqdim olundu.